Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, ATV-lər məhəlləsi deyilən ərazidə, məktəbə yaxın ərazidə 1.5-1.6 sotun içində tam təmirli, gir yaşa vəziyyətində olan bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətin videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Bu ev satış üçün də tikilsə də çox gözəl, möhtəşəm, tam standartlara uyğun inşa olunub. Evin fundamenti vırılıb, kəmərləri vırılıb. Yəni ev həqiqətən keyfiyyətində problem yoxdur. İstədiyiniz bir prorabı, ustanı gətirib yerində evi yoxlatdıra bilərsiniz. Yəni buna biz hörmətli izləyicilər cavab deyik. Evin tikişində problemlər yoxdur. Tam qayda qanunla evlər inşa olunur. Gördüyünüz kimi həyətyanı sahəsinə tam daşlar düzülüb, drapları qoyulub, qaz, su, işıq hamısı ev sahibi tərəfindən təhvil veriləcək. Altı qarajdır, altda köməkçi otaqlardır, 2 ailə içində tam uyğundur. İndi ətraflı çəkəcəm, görəcəksiniz ki, ev həqiqətən hündürlüyü də, evin hündürlüyü 2.70-dir, bunu nəzərinizə çatdırım. Burada da əlavə otaqlar yarada bilərsiniz. Buradan bax bir qapı qoyulub, yəni aşağıda istədiyiniz kimi bir otaqlar yaratma mümkündür. 2 ailə içində uyğundur. Aşağıda bax belə bir otaqdır, gördüyünüz kimi. Burada da yenə bir otaq. Burası sanuzel yeridir aşağının. Yəni aşağının sanuzel hissəsidir. Amma ev belə vəziyyətdə təhvil veriləcək, belə vəziyyətdə də satılmalıdır. Yəni yuxarı amma tam təmirdir. Burada da balaca bir otaqdır. Həm artıq əşyaları yığa bilərsiniz burada. İstədiyiniz kimi də burada özünüzə bir şərait yarada bilərsiniz. Ara kəsmələri bax buradan qoşadır, orada qoşadır. Görürsünüz hörmətli izləyicilər, evin keyfiyyətini yuxarılar da hamısı, gördüyünüz kimi hamısı tam standartlara uyğun, yəni qayda qanunla inşa olunub. Yəni bunları mən sizə göstərim ki, evin tikişində narahatsızlıq olmasın. Ev bir növrəsi həqiqətən çox gözəl, fundamenti, kəməri hamısı vırılıb. Qurğavoy da qoşadaşdır. 2 dənə rahat 2 dənə maşın qaraja daxil ola bilər. Yəni gördüyünüz kimi də genişliyi göz qabağında. Keçən il evin içinin təmirindən tanış olaq. Evin demək olar təmiri tam qurtarmaq üzrədir. Bura balkon hissəsidir. Gördüyünüz kimi. Ev yenə qeyd edirəm. Sənədi bələdiyyədir. Yəni mən sizin nəzərinizə çatdırım. Bizə demək olar küçələrə adres ünvanlar paylanıb, hörmətli izləyicilər. Bu yaxınlarda yəqin ki, kupçalar verməyə paylaşacaq, yəni başlayacaqlar. Yəni küçələr özü adres ünvanlar paylanıb. Bunu nəzərinizə çatdırım. Gördüyünüz kimi, buraya girən kimi dəhlizdir. Dəhlizin eni 1.70, 1.70, rahat 1.70 olar. Sağda mətbəx, ab qapılardan istifadə olunub, açıq aboylardan, gözəl aboylardan istifadə olunub. Bir dənə aboylara da diqqəti yetirir. Çərçivələri belə gördüyünüz kimi bəzəli çərçivələrdən istifadə olunub. Qapılar da gözəl qapılardır. Bura bir uşaq otağıdır. Sağ tərəfdən məsafəsi 50-60 metr, 70 metr var. Burada bir yataq otağıdır. 14 kvadratlıq yataq otağıdır. Allah bütün evli olmayanlara gözəl evlər qismət eləsin. Solda bura qonaq otağıdır, yəni zal deyirik biz buna. Pəncərələri geniş, ürək açan gördüyünüz kimi. Sonda da burada bir dənə də yenə yataq otağıdır. Arxasından da hörmətli izləyicilər, evin arxasında gördüyünüz kimi açıqda havalanmaya uyğundur. Hörmətli izləyicilər, ev də gün çıxan tərəfə inşa olunub, yəni üzü qiblə tərəfə inşa olunub. Gördüyünüz kimi də, yəni evin ev qabağına gün düşür. Demək, burada bir dənə də sanuzeldir. Sanuzeldə gördüyünüz kimi ağ kafel metallardan istifadə olunub. Demək, aksesuarlar, kombilər evin qiymətini danışırda nasıldır? Bunu nəzərinizə çatdırıb. Hörmətli izləyicilər, yəni evin
Qiyməti də nəzərinizə çatdıracağam. Kimlərsə evi satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlasın. Evlərin satılmağına köməklik göstərə bilərik. Seçal Əmlak YouTube'da, TikTok'da, Instagram'da səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Yenə qeyd edirəm, sənədi bələdiyyə sənədidir. Kupçaya gedən sənəddir. Adres ünvanlar paylanıb, bu yaxınlarda da imza demək olar. Kupçalar veriləcək. Evin qiyməti də 130.000 start qiymətdir. Real alıcı olsa endirim olmağına birbaşa sahibi ilə görüşəcəksiniz. Sözü də ev sahibi eləyəcək, hörmətli izləyicilər. Allah ev olmayanlara da gözəl evlər qismət eləsin. Allah alanı da xeyir versin. Allah satan.